müştərilərdən pulu ala bilmədiyinə görə əziyyət çəkirsən əslində. Əslində bəli, müştəridən pul ala bilmir. O pulu da ala bilmədikcə işləmək olmur, arenda vermək olmur. Uçunikün öyrənci pulu var, evə gedib gəlməyin pulu var, raskotlar var. Yəni bu günləri hansısa bir iş işləmək üçün onu raskot eləməlisən. Yəni ayda xərc çəkməlisən ki, o işi görməlisən. Yoxsa o gün bir dənəsi yazıb orada, məni qaralayıb. Hər postun altında yazıb ki, mənə 5 manat hörmət eləmədi. Bəlkə də bir 5-6 dənə hər yer. Ona izah eləmək istəyirəm ki, mən ona izah eləmək istəyirəm. Qardaş, bu mən zabta satmıram. Mən əməyimi sərf eləyirəm. Mən iş görürəm, əmək sərf eləyirəm. Mən səndən pul alıram və onun müəyyən qismini rasyonu verirəm. Müəyyən qismindən də qarnıma çörək yeyirəm ki, sabah sağ çıxım. Təzədən gəlin sizin işinizi görüm. Burada barışmaqdan söhbət gedə bilməz. Bax, bu ustalara baxın, bu gün Azərbaycanda maksimum ən bahalı görsənən nədir? Maşın sürə bilərəm, bahalı maşın. Yəni, ustalıqla ev almaq olmur. Almaq oları çox çətin bir şeydir. Qardaş, mən də sən düzəldirəm, sən də o maşını sürürsən, adam var taksivatlıq edir, pul qazanır, adam var, yəni ən azından komfortdur da, sən əziyyətdən biraz, maşına oturursan, rahat çıxıb geçirsən. Mən bunu eləmə əvəzində, sən də mənə əvəzində o pulu verirsən. Yəni, sənin verdiyin pul, böyük pul deyil. Bir də bilsən nədir, ən gülməlisi, maraqlısı bilsiz nədir? Vallahi deyirəm, bilsən, mən həmişə deyirəm. Azərbaycanda bizim sürücülər, müştərilər, qarşındakı ustadan bilsiz nə istəyirlər? Nə istəyir? 10 illik, 20 illik təcrübə istəyirlər. Yəni, istəyirlər ki, sən o qədər savadlı olasan, yəni işi biləsən. Yəni, belə deyək, rəsmi servislərin edə bilmədiyi işi edəsən. Sürücülərimiz elə istəyir. Yəni, dünyada elə bir şey yox da, onu istəyirlər. O istədiyi şeylərin içində nə var? Ən azı 10 il təcrübən olmalıdır. Ən azı ruscunun ingiliscini bilməlisən, kontur bilməlisən. Mən dediyim kimi, həkimdən də sərfin sənətdir. Həkimdən çox vaxt edir. Və bunlar öyrənəndən sonra kimsə səndən 20 manat, 5 manat söhbət edəcək. Hər postun altında yazacaq ki, qardaş, mənə 5 manat keçmədi. Elə bir ki, mən zapsa satıram. 5 manat keçmədi. Bir söhbət elə 200 manatın söhbətini, 300 manatın söhbətini deyirəm. 5 manat. 5 manat bu günləri, 5 manatdan sonra manat gəlir. Yəni ki, ən axırıncı pul 5 manat gəlir. Bunu da söhbətini eləmək olar. Və onun timsalında bir çoxları. Vallahi deyirəm sənə, hərdən mən üzr istəyirəm, sənətimə hörmətsizlik kimi olsa deyəcəm, nifrət edirəm hərdən sənətimə. Tərk edib başqa işlə məşğul olmaq istəyirəm. Amma qalıb işləyirəm də bir tərəf. Sabaha sağ çıxmaq şərti ilə işləyirəm. Sol üstəsində, çox, belə deyim də... Mən səmimi reallığı deyirəm sizə. Reallığı deyir, çox azı söhbət. 50 saniyəmiz qalıb. Rəşad ustamız elektrikimizi yazdı, 200 deyir ustamız. Çox sağ olsun, minnətdarımızı bildirir. Vüsal olsun, çox sağ olun. Sağ olsunlar, Allah şükür eləsin. Sağ ol. Can vermədən danışıyorum. Yox, nə yiyim, dayı? Bizim 3 saatdır verirsiniz arada. Yox, çox danışdım, özüm də başım ağrıdı. Elə yaxşı saxladım. Allah kömək olsun. İsmət də sağ ol, görüşərik.